necə ola bilər ki, Peyğəmbər əleyhissalam Əhl-i Beyti Qur'ana bərabər tutur? Dərindən diqqət etsək, sıradan bir məsələ deyil. Çünki Qur'an-ı Kərimdə 50-dən artıq sifəti var. Belə çıxır ki, Qur'an hansı sifətlərə, hansı əlamətlərə sahibdirsə, Peyğəmbərin Əhl-i Beyti də o sifətlərə, o əlamətlərə sahibdir. Əgər Əhl-i Beytdə zərrə qədər işğal olsaydı, heç vaxtı Qur'ana bərabər tutula bilməzdi. Gəlin, bir neçə ayə ilə mən 10 sifət qeyd eləmişəm bu qeyd vərəqimdə. Əhl-i Beytin Qur'anla bərabər tutulmasının səbəbləri, Qur'an hansı sifətlərə, hansı keyfiyyətlərə mənsubdursa, deməli Əhl-i Beyt də həmin sifətlərə mənsubdur. Çünki mümkünsüz olardı Peyğəmbər Əhl-i Beytini Qur'ana bərabər tutsun, əgər Əhl-i Beytdə hər hansı bir nöqsan olardısa. Birincisi, Qur'anın əl-hidayə sifəti vardır. Qur'an özünü hidayət. Ayə buyurur ki, Zəlikəl kitəbu la reybə fihi hudən lil-muttəqin. O bir kitabdır ki, orada heç bir şək şübhə yoxdur, müttəqiləri hidayət edəndir. Deməli, Səqələyn hədisinə görə həm də Qur'anla bərabər Əhl-i Beyt hidayət edəndir. Əgər belə olmasaydı, Peyğəmbər 2 ağır əmanət qoyuram aranızda, Allahın kitabı və itrətim Əhl-i Beytim deyə buyurmazdır. Başqa bir ayədə biz görürük ki, Əhl-i Beyt Qur'an kimi insanları zülmətdən nura çıxardır. Qur'an özünü belə adlandırıb. Diqqət edin, İbrahim surəsi 1-ci ayədə uca Rəbbimiz buyurur ki, insanları zülmətdən nura çıxardasan deyə sənə kitabı nazil edən odur. Allahın izni ilə Peyğəmbərimiz insanları Qur'an vasitəsi ilə zülmətdən nura çıxardır. Deməli, Əhl-i Beytin sifətlərindən biri zülmət içərisində olanları oradan çıxarıb nura qərq etməsidir. Üçüncü sifət, ayə heç bir batilin, boş-boğaz söhbətin Qur'ana aid olmadığını bildirir. Ayə Füssülət surəsinin 42-ci ayəsidir. Buyurur ki, heç bir batil nə öndən, nə arxadan Qur'ana daxil edilə bilməz, təsir edə bilməz. Qur'an hikmətli və şükür sənaya layiq olan uca Allah tərəfindən nazil edilmişdir. Deməli, Əhl-i Beyt Qur'an kimi elə bir əzəmətli varlıqlardır ki, onlara heç bir şey təsir göstərə, heç bir batil fikir, batil əqidə, şeytan onlara təsir edə bilməz. Əgər şeytan və şeytan sifətlər Qur'ana müdaxilə edə bilsəydilər, o zaman Əhl-i Beytə də müdaxilə edə bilərdilər. Çünki Peyğəmbər Əhl-i Beyti Qur'an kimi heç bir batilin onlara yol tapa bilməyəcəyini açıq-aşkar buyurmuşdur.